Dünyanın yeni nizamı formalaşır. Yeni nizam içində dəyərlərin və kimliklərin üst modelləri yaranır. Kimlik ideyaları xalqın sakral ruhunu əks etdirməyən toplumlar assimilyasiyaya uğrayır və ya alt kimliklərə çevrilir. Bəs yeni dünya nizamında Azərbaycan kimliyi öz ali dəyərlərini hansı tarixi həqiqətlər üzərində təmin edə biləcəkdir? Kimlikləşmə rasional proses deyildir. Bütün dövrlərin özünə məxsus kimlik modelləri və anlayışları olur. Kimliklərin rasionallaşması 19-cu əsrdə ərazi, əhali, milli dövlət prinsipləri əsasında yenidən formatlandı. Və bu formatlanmanın təsiri ilə 19-cu əsrin ikinci yarısında Azərbaycan kimliyi rasionallaşdı. Ancaq rasional olmayan həqiqi Azərbaycan kimliyi 7-9-cu əsrlərdə yaranır. Azərbaycan xalqının müasir ərazi, əhali, milli dövlət rasional kimliyinin 4 təməl metafizik bünövrəsi məhz o zamandan daha qədimə gedib çıxır. Ev, coğrafi kimlik. 7-ci əsrdən başlayaraq bizim coğrafiyada özünü böyük kimliklərdən fərqli hiss edən, fərqli taley yaşayan toplum formalaşır. Babəkin ətrafında bu toplum birləşir, Atabəylər bu toplumda şahlar yetişdirir, Monqol xanları bu toplumda İslamlaşır. Süfrə, sosioloji kimlik. Qədim türklərdəki ev süfrə anlayışı İslamı qəbul etdikdən sonra Əhl-i Beyt anlayışı ilə eyniləşir. Qızılbaş, Ələvi, Bektaşi türklərində müqəddəs dəyərlər arasında yer alan süfrə ayini cəmin bir parçası olur. Süfrə ətrafında yaradılan əxlaqi nizamın ilkin mərhələsində ilahi dəyərlər, ikinci mərhələsində dünyavi haqlar, üçüncü mərhələsində sosioloji həyat tərzi yer alırdı. Azərbaycan türklərinin metafizik tarix şuurunda yurd ancaq mərkəzində süfrə olduğu zamanı ilahi mahiyyət qazanmış və cəmiyyətin əxlaqi birliyini formalaşdırmışdır. Hikmət, dini psixoloji kimlik. Bu coğrafiyaya davamlı köç edən və yerləşən türklər özləri ilə İslam dünyasından fərqli olan bir dini psixoloji kimlik gətirirlər. Bu, xilafət mərkəzi sxolastik İslamdan fərqli olan, Peyğəmbər ailəsi sirrini daşıdığını iddia edən Əhl-i Beytə bağlı bir dini kimlik anlayışı idi. Bu anlayış sufi ordenləri vasitəsilə digər İslam regionlarına yayılsa da, mənsublarının məzhəbindən asılı olmayaraq, özünü əsasən bizim coğrafiyada qoruyub saxladı. Yerli, avtoxton xalqlar, İran dilli etnik qruplara da sirayət etdirdi. Xürrəmilik, xəlbətilik, qızılbaşlıq bu inanca əsaslandı. Hətta ana xətti fərqli olan cərəyanlar da bizim coğrafiyada bu inancla yaşadı. Hökumət, dövlət kimliyi. Bizim coğrafiyada türk kimliyinin üstünlük qazanması zamanından bu yana formalaşan bütün idarə etmə sistemləri ictimai müstəvidə ittifaq sisteminə əsaslanıb. Eyni ədalət prinsipləri tövrə və idarə etmə üzərində qurulub. Qaraqoyunlu, Ağqoyunlu idarə etməsi ilə Qızılbaş idarə etməsində prinsipial fərq olmayıb. Lakin Qızılbaş zamanında bu idarə etmə özünün ən üstün imperiya dövlətçiliyi formatına çata bilib. Bununla da məhz Azərbaycan dövlətçiliyinin formalaşması prosesi öz kulminasiyasına çatıb və 1918-də Şərqdə ilk müsəlman respublikası kimi tarixə düşüb. Bu kimliyin dərinliklərinə varmaq üçün Azərbaycan tarixinin metafizikası araşdırılmalı və anladılmalıdır. Milli Kimlik Araşdırmaları qrupu yeni dünyada Azərbaycanın kökləşmiş tarixi inanc kimliyinin mahiyyətini öyrənməyi, onun fəlsəfi elmi nəzəri strukturlarını müəyyən edib təkmilləşdirməyi hədəfləyir.